Mikrofon online'da. Bugünkü buraxılışda texnoloji aləmindən çox maraqlı xəbərlər var. Samsung istər. Sizin üçün də çox gözəl bir xəbərim var. Apple tarixinin ən böyük akkumulyator yeniləməsinə hazırlaşır. 15 ilin əfsanəsi Nokia Asha geri qayıdır. Videonun sonunda isə rekord tutumlu yeni smartfonla danışacağam. Əgər texnologiyanı sevirsənsə bu videonu sona kimi izlə. Hər birinizə xoş izləmələr. Yeyib içməyə yanınızda nə isə varsa, mən başladım. Əvvəlcə Samsung istəri, Samsung fanatlarını sevindirəcək bir xəbəri deyim. Azərbaycanda Samsung flaqmanları deyil, Galaxy A seriyası daha çox satılır. Galaxy A21, 22, 23 və s. 25. Əgər sən Galaxy A25 sahibisənsə, onda səni təbrik etmək olar. Nəyə görə? Bax, buna görə. One UI 8.5 əvvəllər Samsung Galaxy A25 üçün buraxılmışdı. Smartfon gələcəkdə One UI 9-a yenilənəcək. Ən son Android 17 əməliyyat sisteminə əsaslanan patentləşdirilmiş One UI 9 interfeysi sınaqlardan artıq aşağı büdcəli Samsung Galaxy A25 smartfonları üçün aparılır. Proqram təminatının nömrəsi A256BXXUCFZ F1-dir. Lakin tezliklə buraxılması gözlənilmir. Samsung hazırda Galaxy S26 seriyası üçün One UI 9-un beta versiyasını sınaqlardan keçirir. İnterfeysin stabil versiyasını ilk əldə edəcək smartfonlar elastik ekranlı cihazlar olacaq. Xüsusilə söhbət Galaxy Z Flip 8, Z Fold 8 və Z Fold 8 Ultra'dan gedir. Bu üç cihazın premyerası 22 iyulda gözlənilir. Samsung 22 iyul tarixində özünün qatlanan smartfonlar seriyasının yeni versiyalarını təqdim edəcək. Elə buna görə də ilk qatlanan smartfonlarının, yeni qatlanan smartfonlarının teaserlərini internetdə yayıb. Şirkət daha geniş ekranlı, yenilənmiş dizaynı vurğulayacaq yeni qatlanan cihazını təqdim etməyə başlayıb. Samsung rəsmi olaraq növbəti nəsil qatlanan smartfonları üçün teaser kampaniyasına başlayıb. Cihazın adı birbaşa açıqlanmasa da, bütün əlamətlər 22 iyulda Fold 8 Ultra və Z Flip 8 ilə birlikdə təqdim ediləcəyi deyilən Galaxy Z Fold 8-ə işarə edir. Şirkət sosial mediada cihazın yeni vizual stilini və yenidən işlədilmiş formasını vurğulayan bir neçə sirli şəkillər yayımlayıb. Qarşıdan gələn Z Fold 8-in geniş form faktor xüsusiyyətləri diqqətə layiqdir. Samsung yeni ekran aspekt nisbətinə işarə edə biləcək, yeni forma, cəsarətli toxunuş ideyasını vurğuluyur. Vizual elementlər yeni cihazın mövcud Fold nəslindən fərqləndirərək, qatlanlıqda belə daha çox planşetə bənzər istifadəçi təcrübəsini təklif edir. Sızmalara görə Galaxy Z Fold 8 son illərdə xəttin ən diqqətə layiq yenidən dizaynlardan biri olacağı gözlənilir. Cihazın yenilənmiş şarni dizaynı və daha kvadrat xarici ekrana sahib olacağı gözlənilir. Galaxy Unpacked-in tarixinin yaxın günlərdə rəsmi olaraq elan ediləcəyi gözlənilir. 2011-ci Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var, mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, Ayzar, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. 2011-ci il 15 il bundan qabaq ilk dəfə olaraq Nokia Asha seriyalı telefonlar təqdim olundu və qısa müddət ərzində milyonların sevgisini qazanan bu smartfon 15 ildən sonra nostalji hisslərin qaytarılması üçün yenidən istehsal olunacaq. Sertifikatlaşdırma bazasında sensor ekran və müasir bağlantı xüsusiyyətlərinə malik, kompakt, düyməli telefon peyda olub. HMD Global Nokia'nın ən populyar büdcə seriyalarından birini canlandırmağa hazırlaşır. Şirkətin rəsmi veb-saytında HMD TA1979 və HMD Asha 305 adlandırılan cihazları sadalanıb ki, bu da Asha xəttinin canlanmasını açıq şəkildə göstərir. Orijinal 2011-ci il modelinə fərqli olaraq yeni model LTE dəstəyinə malik müasir bir cihaz olacaq və gündəlik istifadə üçün sadə bir telefon konsepsiyasını qoruyub saxlayacaq. Orijinal Nokia Asha 305 400-ün 240 piksel icazəli, 3 inçlik sensor ekran, 2 megapiksellik kamera, 32 MB RAM ilə təchiz olunmuş və Series 40 platformasında işləyirdi. Təvazökar xüsusiyyətlərinə baxmayaraq, cihazın aşağı qiyməti, çıxarıla bilən bataryası, micro SD kart dəstəyi və 3.5 mm-lik port sayəsində populyarlıq qazandı. Yeni versiya dəqiq bir surəti olmayacaq, lakin sertifikasiyaya görə 4G şəbəkələrini dəstəkləyəcək və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. HMD Asha 305-in əvvəllər buraxılmış HMD Touch 4G
5-2-yə bənzər istehsal ediləcəyi gözlənilir. Bu cihaz 3.2 inçlik sensor ekran, Unisoc T127 çip, 64 MB RAM, microSD dəstəyi ilə 128 MB yaddaş, USB-C, Bluetooth 5.0, ikili sim kart yuvası ilə çıxarıla bilən 1950 mAh batareya malikdir. Yeni modelin xüsusiyyətləri hələ açıqlanmayıb, lakin sertifikatlaşdırma onun rəsmi təqdimatının tezliklə olacağını təsdiqləyir. Nostalji hissləri qaytana hər şey tez satılır və sürətlə satılır. Sizə bir sualım var. Siz Nokia A-şanı almaq istərdiniz yoxsa yox? Fikirlərinizi kommentlərdə yazın. Apple illərdir ki, öz smartfonlarının akkumulyatorunun göstəricisini az-az qaldırırdı. Amma bu illəri deyəsən hər şey dəyişir. Çünki iPhone 18 Pro Max tarixinin ən böyük akkumulyatoruna sahib olacaq. iPhone 18 Pro rekord 5425 mAh batareya sahib olacaq. Bu batareya esim olmayan versiyaya daxil edilməyəcək. Gizmochain Weibo istifadəçilərindən istinadən bildirib ki, esimli iPhone 18 Pro batareyası 5425 mAh olacaq. Bu esimli iPhone 17 Pro Max ilə müqayisədə 6.6% artım deməkdir. SIM kartlı versiyaya gəldikdə isə iPhone 18 Pro Max-ın batareyası 5235 mAh olacaq. Bu göstərici iPhone 17 Pro Max batareyasından 412 mAh çoxdur. Bu da 8.5% artım deməkdir. iPhone 18 Pro batareyası da qeyd olunub. Xüsusiyyətlər aşağıdakı kimidir. iPhone 18 Pro Global 4056 mAh batareya. Esim versiyalı iPhone 18 Pro 4288 mAh batareya malikdir. Buna görə 2026-cı ildə iPhone batareyasının ömründə daha da yaxşılaşdırılma gözləyə bilərik. 2-3 ay bundan qabaq Avtonomluq King Kongu adlı bir videoda mən 12000 mAh akkumulyator sahib olan smartfon haqqında danışmışdım. Bu günləri isə bu rekordu təzələyən Honor smartfonu haqqında danışacağam. Honor X80 Pro Max-ın buraxılışından sonra istehsalçı artıq daha böyük batareyaya malik bir cihazı sınaqdan keçirir. Honor smartfonlarının batareya tutumunu artırmaqda davam edir. Tanınmış insider Digital Chat Station-a görə şirkət 14000 mAh batareyaya malik yeni bir cihazı sınaqdan keçirir. Təsdiqlənərsə, yeni cihaz bazarda ən uzun ömürlü smartfonlardan biri olacaq və 11000 mAh batareya ilə bu yaxınlarda təqdim edilmiş Honor X80 Pro Max-ı geridə qoyacaq. Mənbə konkret bir modelin adını çəkməyib, lakin nəşrdə istifadə edilən emoji ənənəvi olaraq Honor brendi ilə əlaqələndirilir. Həmçinin bildirilir ki, cihazın kütləvi istehsalına başlamazdan əvvəl aktiv sınaq mərhələsində ifadə edən NPI mərhələsindədir. Yəni, yeni məhsul təqdimatı. 11-12 min mAh batareya tutumundan malik olduğu şayələr əvvəllər internetdə yayılmışdı. Şirkətin dizaynı yenidən nəzərdən keçirdiyi və daha böyük 14000 mAh batareya quraşdırmaq qərarına gəldiyi ehtimal olunur. Bu hələ ki yalnız bir təxmin olsa da, Honor modelləri sırasındakı trend bu ssenarini təsdiqləyir. Son illərdə Honor əsas smartfonlara ultra tutumlu batareyaların tətbiqində liderə çevrilib. Şirkət artıq 10000 mAh-dan çox batareya malik bir neçə model təklif edir və bu yaxınlarda təqdim edilən Honor X80 Pro Max rekord qıran 11000 mAh batareya malikdir. Bir sual məni çox maraqlandırır. Bax, görəsən akkumulyatorların mAh-larının artırılması hara kimi gedəcək? Yəni, bu hədd hara kimi gedəcək? Yəni, harda bitəcək? Amma bir şey də daha çox maraqlandırır məni. Yəni, özünüz də bilirsiniz ki, mAh-larının artırılması, yəni 12000, 10000, 8000, 7000 yenə də smartfonlara 2-3 gün bir zaryadkadan işləməyə imkan verir. Görəsən, bu göstərici nə vaxtsa bir zaryadkadan bir smartfonun bir həftə, 10 gün yaşamasına gətirib çıxaracaq, yoxsa yox? Bu sualla sizə müraciət edirəm. Gəlin bu sualı kommentlərdə müzakirə eləyək. Video xoşunuza gəlsə videonu like edirsiniz, komment yazmağı isə unutmursunuz. Texnoloji inkişaf, texnoloji aləmlə maraqlanırsınızsa, onda Qrafon 100% sizin kanalınızdır. Qrafona abunə olursunuz, çünki biz hər həftə texnologiyada baş verən yenilikləri bir yerdə, bir məkanda müzakirə edirik. Kanalımızda daha çox maraqlı videolar var. Siz bu videolara baxmaqda, videolara like edib, komment yazmaqda, videoları paylaşmaqda və ən əsası Qrafona abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğumuz üçün sizinlə sağollaşmıram. Grafon eğlendirir. Grafon abunenizi gözleyin.